başlayanda Əhsən TV televiziyasında bu barədə geniş saat yarımlıq veriliş halinde. Azər baba, yazında qalsın ki, biz bunu həyata keçirək. Dünya qədim bir kitab. Dünya qalın bir kitab. Oxunur varaq-varaq. Onu kim qurtardı ki, biz oxuyub qurtaraq? Musiqi dəryadır. Ucu-bucağı görünmür. Biz hər birimiz oradan çay qaşığı qədərinə sak götürmüşük. Kimsə xörək qaşığı qədər götürür. Kimsə kömçə ilə götürür. Bu istedadla bağlıdır. Hakim böyük istedad sahibidir. Hakim ustaddır. Ona heç bir fəxr ad lazım deyil. Hakim dünyalı sənətçidir. İndi xırdalayacağım, deyəcəm. 80-ci illərin sonlarında, 90-cı illərdə hakimin dəfələrlə kasetləri işıqlı gördüm. Azərbaycana, Ermənistana, Gürcüstana, Şimali, Cənubi Qafqaz respublikalarına yayıldı. Həmçinin SSR məkanının hər yerinə yayıldı. İrana da, Türkiyəyə də yayıldı. O, birinci kasetdə Hind, Ərəb, Fars, Türk, Moldav, Balqar, Macar, İspan melodiyaları ifa etmişdi. Necə ifa etmişdi? Hər bir xalqın musiqi çalarlarını doğru düzgün yerinə yetirmişdi. Və orada dinləmişdilər. Demişdilər ki, Azərbaycanda belə bir musiqiçi, gənc ifası meydana gəlib. Görün bizim musiqimizi necə ifa edir? Bu hakimin istedadından, böyüklüyündən xəbər verirdi. Və hakim hazırda dünyavi musiqiçidir. Hakimi dünyanın ən məşhur klarnet çalanları qəbul edirlər. Vaxtilə Türkiyədəki o məşhur Mustafa Kandıralı da qəbul edirdi. Maraqlanırdı, ifalarını dinləyirdi. Serkan Çağrı, Bülent Altınbaş, Hüsnü Şənləndirici, Okka Salih, Vasiliyev, dünyada məşhur klarnet ifaçılarla bunlar. Bunlar hər yerdə sevilirlər. Onlar hər bir hakimin sənətindən bəhrələnirlər, inanın. Hakimdə, hakimin ifasılıq sənətində çox üstün cəhətlər var. Nədir? Onun texniki imkanları, nəfəs alıb vermə və onun daxili, diafraqma məsələləri çox aydındır, güclüdür. Yəni onun tembr xüsusiyyətləri heç kəsə bənzəmir. Sizi inandırıram. Fransanın, Almaniyanın, Türkiyənin A, B, C klarnet markalarını gətirsək, burada səhnədə bir masa üzərinə düşsək və yaxud da pultların üzərinə düşsək, onların hər birini hakimə versək, hakim həmin tembri göstərəcək. Çünki onlar hakimin daxilindən, qəlbindən gələn səsdir. İnsanda qəlb əsas məsələdir, istinad nöqtəsidir. Hakimin qəlbinin səsi onun klarnet ifasında da, balabanda da, tüfəngdə də, zurnada da tərənnüm olunur, vəsf olunur. Hörmətli atarıcı, xahiş edirəm, sözümü kəsməyin. 5 dəqiqədə danışım, yekunlaşdırım. Hakim axı sıradan sənətçi deyil axı. Bizim ona borcumuz var, o xoş sözlərimizi bir ona deməliyik, onu yaşatmalıyıq. Deməli, Azərbaycanda klarnet ifasılıq sənəti kitabını mən yazmışam, mən tədqiq etmişəm. Böyük bir tədqiqat iş yaparmışam. Hacı Hamdoğlu zəng edib, hakimlə danışmışdı ki, Əhsən müəllimi görüşünə gedərsən, öz haqqında məlumat verərsən. Deməli, hakim gəlməmişdi. O saymazlıqdan elədi gəlmişdi ki, o qədər təvəzzökar insandı ki, fikirləşmişdi ki, mən kiməm ki?
Nəhayət, mən özüm zəng elədim, onu dilə tutdum, o gəldi. Bakı Humanitar Kollecində, sinif otağında üzvləri əyləşdik, qarşımızda çay, şirin söhbətlər etdik. Görürəm ki, bunun vərəqləri açılmır, qatı açılmır, danışmaq istəmir. Mən hakimin sənət mərciyyətlərini açdım, göstərdim, üstün cəhətlərini deyəndən sonra hakim həyəcanlandı. Durdu ayağa, başladı otaqda var-gəl etməyə. Ora-bura gedə-gedə başladı danışmağa, suallarımı cavablandırdı. Və hakimin bütün cavabları o kitabı öz əksini tapıb. Bu günlərdə o kitaba nəzər yetirmək istədim. Masanın üzərindən götürəndə bu 50 ayağım sürüşdü, kitab əlimdən düşdü. Üz qabığı parçalandı. Əslində ürəyim parçalandı. İnanın, mənim ürəyim parçalandı. O kitablar mənim evlatlarımdır. Mən onlara ömür həsr etmişəm. Sonuncu kitabımdır mənim evimdə. Biz 85 kitab nəşr etdik. Maliyyə çətinliyi üzündən. Azərbaycanda bir nəfər tapılmadı ki, özüm versə qabağa ki, mən maliyyələşdirirəm, bu bizim xalqımıza, musiqi tariximizə lazımdır. Mən özüm bacardım, özüm etdim və böyük ziyanla onu tamamladım. Bir kitab Axundov kitabxanasındadır. Deməli, hakimin sənəti artıq elmi mahiyyət daşıyır. Burada gənc alimlər iştirak edirlər. Xahiş edirəm, rica edirəm, hakimin sənətindən elmi iş götürün, elmi məqalələr yazın, elmi müdafiə edin. Hakim ona layiqdir. Hakim kimi sənətkarlar 40-ında, 50-ində, 100-ndə bir gəlirlər. Hakimlə görüşəndə bir anda onun üzünə, öz üzgülərinə diqqətlə baxın. Onun çöhrəsində gülümsəlilik var, gülümsər çöhrə var. Onun qəlbinin həssaslığıdır, qəlbinin paklığıdır, üzündə təcalla edir. Hakim istedadlı bir nəslin nümayəndəsidir. Əvvəla deyim ki, bir dəfə söhbətimizdə dedi ki, Lənkəran küçük bir yerdir. Lakin 30'dan artıq mahir klarnet ifadəsi var. Düz deyir. Orada İlyas olub, Nəsir olub, Yüzbaşı olub, Bayram olub, kimlər olub. Onların məxsusu olaraq Qərbi Azərbaycana, Gürcüstana, başqa yerlərə, toylara aparırdılar. Onların sənətindən bəhrələnirdiler. Hakimi Lənkəran musiqi mühiti yetişdirib, Azərbaycana bəxş edib. Azərbaycan musiqi camiası onu yetişdirib, Türk dünyasına bəxş edib. Türk dünyası onu dünyanın musiqisi kimi yetiştirib, dünyaya bəxş edib. Bizim Azərbaycanımızda o kadar böyük pullu adamlar var ki, belə sənətçilərin konsertləri qoyulmalıdır xarici ölkədə. Başa düşürəm. İndi dünyada siyasi, iqtisadi vəziyyət imkan vermir buna. Dünyadakı müharibələr bunların qarşısını alır. Lakin vaxtında imkan var idi də. Mən hakim haqqında bir məsələndə danışıram. Hakim o mənə müsahibə verəndə kitabçı dedi ki, mən elə indiyə qədər mənim ürəyimdən gələn öz istədiyim ifanı etməmişəm. Arzum var ki, həmin ifanı yerinə yetirib, sonra dünyadan gedib. Hakim Bey 65 yaş nədir ki? Ömrü veren Allah'tır. Senin ömrünle qalaqdadır. Sənət fəaliyyəti gözləyir səni. Sən həmin ifanı et, səbirsinlə gözləyir. Nə ifa etməlisən ki, ona razı qalmalısan? Qalan sözümü, söhbətimi Əhsən TV'də danışacağım. Amma xüsusi çıxış hazırlamışdım və buna bir kətir qoysaydılar, otursaydım orada, saat yarım danışsaydım, inandırıram sizi. Nə mən bez nəzdim, nə siz. Çıxışımı belə bitirirəm. Oduna çəkdi, küldən sorur. Başına çəkdi, dildən sorur. İşə tutup barmaqların kədərini insan bilir. Nəğmələrin həsrətini bir qırılmış teldən sorur. Ömrün çətin yollarında dəfət ləpir salsa ayaq,
Gül ne çekti? İlden sorur. Ben kölgesiz bağ görmedim. Eldeki tek dağ görmedim. Gözlerimi yumup açtım. Neçe dostum. Sağ görmedim. Neler çekti çarlardaşı? Sevdan sorur. Yollar uzun, menzil uzak. Sert taşlara dözmür ayak. Dözsün gerek. Dözsün gerek. Kim zirveye kalkar değil. Ömrü boyu bir günleri, yüzürleri ömrümüzle, beynimizle, zihnimizle doldurmasan. Ben yolcuyum. O ne çekti? Külden sorur. Hansı sözüm? Şiirlerin, hansı işin? Emellerin, nəğmələrin, bəstələrin, əsərlərin, dəyərlərin yaşayacaq məndən sonra. Mən bilmirəm, eldən sorur. Hakim bəy, sən büyük yaşayırsan, sabah da yaşayacaqsan əsərlərinlə. Sən bir məktəbsən, eğer kəssən, Hakim, sən bir məktəbsən. Azərbaycanda Ələşbər məktəbi, Vəli məktəbi olduğu kimi hakim məktəbi var. Sənin məktəbin yaşayır. Sənin bütün ifaların dərsli idi, dərs vəsaiti. Yaşa, yara, gözləyir. Təşəkkür ederim.